Əlincə qalası Culfa rayonunun Xanagah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidələrindən biridir və Naxçıvan Marağa Memarlıq Məktəbinin ən qiymətli nümunələrindən hesab olunur. Qeyd edək ki, Əlincə qalası dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Əlincə dağının zirvəsində yerləşir. Tarixin izi ilə ölkəmizi səyahət etmək, ulu babaların mərdliyinin, ağbirçək nənələrin dualarının sorağı ilə yollara çıxmaq bizi zənginliklər diyarının çox qatlı səhifələrində itirir. İgidlik, cəsurluq, mərdanəlik ifadələri ilə həmahəng Əlincə qalası bu sehrin, bu möcüzənin zirvəsidir. Burada qılıncların şağraq səsi, atların ərşə qalxan kişnərtisi sanki indi də sonsuz fəzanın ənginliklərində əks-səda edir. Dağ kimi dağ, qala kimi qala, torpaq kimi torpaq, Əlincə bizə tarix danışır, miras təqdim edir, gələcəyə yol göstərir. Tarix Əlincədən keçir, elə Əlincəyə qayıdır. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilib, eramızın 5-ci əsrində bərpa edilib. Tədqiqatçılar həmçinin Əlincə sözünü müxtəlif cür izah edirlər. Qalanın adı orta əsr yazılı mənbələrində Əlincə, Əlimcən, Alənca, Alançuq, Alanca, Alançıq, Yerənçaq və digər şəkillərdə işlədilib. Əlincə qalasının tarixi haqqında orta əsr ərəb, fars, Azərbaycan, türk, gürcü və qərbi Avropa mənbələrində kifayət qədər məlumatlara rast gəlinir. Lakin Əlincə qalasının salınma tarixi dəqiq müəyyənləşdirilməyib. Qalanın adı çəkilən ən qədim mənbələrdən biri də Kitabi-Dədə Qorqud dastanıdır. Azərbaycan atabəyləri Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi strateji, istər də iqtisadi və siyasi mövqeyi xeyli artıb. Atabəy Özbək, Xarəzmşah Cəlaləddin Məncuberdinin yürüşləri zamanı Əlincə qalasına sığınıb burada da vəfat edib. Əmir Teymurun Azərbaycana yürüşü zamanı Teymuri qoşunlarının hücumu Əlincə qalasından yan keçməyib. Əlincə qalasının Əmir Teymur qoşunları tərəfindən 14 illik mühasirəsi zamanı qalanın müdafiəsinə bir-birinin ardınca bir neçə qala rəisi rəhbərlik etmişdir. Qala həm də öz heyrətamiz görünüşü ilə diqqəti cəlb edir. Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında da olub. Naxçıvan yaxınlığında yerləşən Əlincə qalası uzun müddət Cəlairilərin və Teymurilərin istinadgahı da olub. 1406-cı ilin mayında Təbriz qazisi İmadəddin hücum edərək Əlincə qalasını dağıdıb. Cəlairilər hələ xarici hücumlar olmayanda Naxçıvan əhalisini itaət altında saxlamaq, vergilər toplamaq üçün bir cəza yeri kimi Əlincə qalasından istifadə ediblər. Orada böyük xərclə daimi 300 nəfərlik qoşun dəstəsi saxlayırdılar. Onlar hər 3 aydan bir maaş və ərzaq alırdılar. Qalanın saxlanılmasına sərf edilən vacib ağır bir yük kimi rəiyyətin üzərinə düşürdü. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayır, pillələr şəklində yuxarıya doğru ucalır və onun zirzəmisini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunub. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulub. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar da verilib. Qalanın bəzən 2, bəzən isə 3 qapısı olması ilə bağlı fikirlər də mövcuddur. Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu iç qalanı yerli əhali Şahtaxtı iç qalası adlandırır. El içində qaladan Əlincə çaya gizli yolun olması da söylənilir. Bu haqda Mehmet Fuad Köprülünün də əsərində məlumat verilir. Araşdırmalar göstərir ki, Əlincə qalasının özünə məxsus müdafiə sistemi bütün mövsümlərdə burada yaşamağa imkan verib. Bura nəinki Naxçıvanın, eyni zamanda Azərbaycanın ən əzəmətli və tarixi abidələrindən, qalalarından biri olan Əlincə qalasıdır. Bu qalanın zirvəsinə qalxmaq üçün nə az, nə çox, düz 1974 pillədən istifadə etmək lazımdır. Biz də qayıtdıq. Elə tarixə, qalaya, torpağa, suya, sonsuz səmaya. Ucalığından məğrurluq, qocalığından yenilməzlik, daşlarından sarsılmazlıq duyulan Əlincə bizə çox mətləblərdən xəbər verdi. Biz də ona qulaq astıq. Qalalığın, məğrurluğun, yenilməzliyin dünya durduqca var olsun. Əlincə qalası. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərli, APA TV, Culfa.